Niyə Allah bizi çoxsa bir dənə yol deyirəm sizə ki, bu da praktik bir yol. Gedin yoxlayın bu yolu. Necə sevilim? Dinə xidmət. Cəmiyyətə xidmət edin. Xidmətiniz çoxaldıqca sevgi çoxalacaq. Yorulmayın xidmət edin. Ey Allahın yolunda pul xərcləyən qardaşlar, yorulmayın pul xərcləyin. Ey din uğrunda canını verənlər, yaşaça, qocalmısınız. Tabi mənim bəsdir demə, son nəfəsə qədər xidmət edin. Son nəfəsə qədər niyə bilirsən? Son anda da belə deyə də can üstündə sənə öz hayındasan, birdən imkanın olsa ki, bir dənə söz deyəsən, bir nəfər hidayət olsun, dinən, əsirgəm onu. Nə qədər xidmət edirsiniz, yorulmayın. Allahın minnəti de verib bizə, Allah şahid olsun sözlər. Allah minnət edib bizə ki, xidmət edirik onun dini üçün. Yoxsa Allahın mənə ehtiyacı var. Mən olmayayım, başqası olacaq. Bu dinin sahibi var. Özü qoruyacaq. Dua eləyin ki, siz biznes iş görək. Əgər həyat yalnız və yalnız öz ailən özünü düşünürsən, sevgi olacaq sənə belə çox az. Amma dinə xidmət sevgi çoxalır. Ayə deyirəm, qulaq olsun. Ya Yəhya, bəli ya Rəbbəl ələm, ayədir. Xuzil kitabə bi quvvə. Bu kitab ki sənə göndərmişəm, bu dinlə bağlı məlumatlar, möhkəm tuta onu, qoru onu. Həm əqlünlə, həm qəlbünlə sarıl, həm gücünlə qoru onu. Şək şübhə atlar cavab verir. Xuzil kitabə bi quvvətin. Şübhələrin qabağında dayan. Gördün kitab aradan gedir, canınla qoru. Dinini qoru. Xuzil kitabə bi quvvətin. Nə olacaq ki, ya Rəbbəl aləmin? Davam edirəm. Buyurur, A'teynahul hukmə səbiyyə. Biz ona hikmət verdik. Yəni ilahi marif. Çün böyük bir missiyadır. Və hənanən min lədunnə. Hənan verərik ona. Hənan nədir? Hənan xüsusi cazibəyə deyirlər. Allahla bəşər arasında bir dənə xüsusi cazibənin adına deyirlər. Ərəblər hənan. Çün sənə demişəm, bu dini qoru, sənə hənan verərəm. Canat verim. O başqa bir şeydir. Allah bir dənə içində sevgi yaradı. Görsən, gecə gözlərin özü açılır. Durursan, bir ibadət edirsən. Ləzzət alırsan xidmətdən, ibadətdən, məhəbbət duyursan oradan. Hənan verərəm sənə, hənan. Sənə bunu vermişəmsə, demişəm, bunu elə, hənan verərəm sənə. Üçüncü nə verərəm sənə? Zəkatən. Zəkat nədir burada mənası? Mənəvi bir pakılıq, inkişaf. Sıralamaya baxın. Mərifət, məhəbbət, pakılıq. Məhəbbətdən öncə mərifət lazımdır. Məhəbbət olandan sonra paklaşırsan. Ondan sonra nə baş verir? Kənə təqiyyə. Olarsan təqvalı. Allahla ünsiyyətin düzələr. 2. Birrən bi valideyk. Ata-ananla, ailənlə yaxşı olarsan. Allah gəldin ailəyə. Və ləm yəkun cəbbarən isiyyə. Cəmiyyətlə də yaxşı olarsan. Allahla ünsiyyəti düzəlməyən ailədə ünsiyyəti düzəlməz. Ailədə ünsiyyəti düzəlməyən də cəmiyyətlə ünsiyyəti düzəlməz.